Biz artıq vətəndaş yönümlü cəmiyyət şagird yetişdiririk. Yəni bunlar üçün də biz artıq bu ibtidai sinifdən travmalarla yetişdirəcəksə, onda biz normal vətəndaş cəmiyyəti formalaşdıra bilməyəcəyik. Razılaşırsınızmı Elçin Bey? Travma deyil. Mən sizə deyim. Deməli, o psixoloji travma deyə-deyə, alar deyə-deyə biz uşaqlarımızı narkomanların sayına baxanda, uşaq cinayətlərinin artma sayına baxanda, uşaq tərbiyəsinin artma sayına baxanda biz bu yeni yanaşmanın nəyə gətirib çıxardığını görürük. Köhnə müəllimlərin tərbiyə üsulu təcrübədən keçir. 1000 illər, 100 illər, əti sənin sümüyü mənimdən tutmuş, bu gəlib bu günə çıxıb. Çox yanlış yanaşma. İndi biz yanlışın nə olduğunu, bax bu yanaşmanı qoyandan sonraki statistikada göstərir, ortadakı faktlar da göstərir. Biz öz dövrümüzdə görmüşük, 50-yə yaxın yaşımız var, bu dövrdə görmüşük. Fakt ortadadır. Sizin dediyiniz nəzəriyyələrdir. Belə olsa, falan ölkədə bəlkə də bu yaxşı tətbiq oluna bilər. Onların dəyərlər sistemi başqadır, onların mənəvi sistemi başqadır, bizdə başqadır. Söhbət şiddətdən getmir, psixoloji, fiziki təzyiqdən söhbət getmir. Mən tənbihin tərəfdarıyam. Tənbih olunmayan uşaq tam egoist, narsist əhval-ruhiyyədə böyüyür. O bilir ki, müəllim mənə heç nə deyə bilməz. Biz bilirik, uşaq meyillidir mənfi şeylərə. Uşaqlar meyilli olur da. O meyilliliyi aradan qaldırmaq üçün bir üsul olmalıdır, bir tənbih üsul olmalıdır. Fiziki cəza şərt deyil. O tənbih üsulları tətbiq olunmayanda uşaq getdikcə daha çox özünü hiss edir, necə deyim, qəhrəman hiss edir. Mən bunu elədim, heç nə eləyə bilmədim müəllim mənə. Və bunlar yığılıb müəllimi təhqir eləyirlər. Bunlar artıq müəllimi saymırlar. Sinifdə ayağını qaldırıb partanın üstünə qoyur müəllimin gözünün qabağında. Belə bir şey görmüşdünüz siz keçmişdə. Bu nəticəni biz bu şeylər yeni yanaşma tətbiq olunandan sonra qoyduq ortaya. İnsan cəmiyyətində mütləq şəkildə olmalıdır. Cəza tənbih sistemi, tərbiyə sistemi mütləq olmalıdır. Tamamilə buraxanda azadlıqdır, sərbəstlikdir, nə deyilir olanda axırı pis olur. Bizim 80-ci illərdəki uşaqlar deyil qarşımızda. Bəlkə 80-ci illərdə mənim müəllimim sinif yoldaşımı vururdusa, o sinif yoldaşım onu tənbih olaraq qəbul edirdi, amma bugünkü şagird onu təhqir olaraq qəbul edir. Məsələ də buradadır. Niyə elə qəbul edir? Niyə? Çünki bugünkü şagird valideyn kimi baxırdıq müəllimə. O bizim qulağımızdan darta da bilərdi, belə vura da bilərdi. Xeyr, valideyn kimi yox, qorxurdu. Uşaqlar baxmır. Çünki ailələr uşağa o tərbiyəni verib, deyib ki, qələt eləyir, üzr istəyirəm, müəllim kimdir sənə söz deyə. Belə buna görə. Bəli, müəllim kimdir uşağa söz deyə və ya valideyn kimdir uşağa söz deyə. Uşağa söz deyilər, uşaq təhqir edilməz, uşaq vurulmaz. Təhqir başqa şeydir. Mən fiziki təzyiqin və təhqirin tərəfdarı deyiləm. Amma tənbihin tərəfdarıyam. Tənbih olmayanda anarxiya olur. Bu bütün dünyada, bütün tarixdə bir olur. O şəkildə tənbih yoxdur, axı orada təhqir var, travmatik təhqir var. Necə yəni o illər ərzində sizin dediyiniz o rəğbət bəslədiyiniz illər ərzində hüququmuzu bilməmişik. Və bizim valideynlərimiz öz hüquqlarını bilmirlər. Onlar hesab ediblər ki, əgər təzyiqə görə müəllimə nəsə desə, bəlkə də özü də hansısa bir cəzanı ala bilər. Həmin hüquqlar, o hüquqların tətbiqi nəyə gətirib çıxarır? Bəzi ölkələrdə eşidirik. Uşaq polisə zəng eləyir ki, atam mənə qışqırdı, anam belə vurdu, gəlin tutun aparın. Və ona gətirib çıxardır o. Mən bilirəm bunun arxasında nə dayanır. Bu sistem, bu qərbdən gələn sistem, bu bizim milli dəyərlərə yad olan bir sistem, bəziyib, düzüyüb bir-iki dənə belə hadisənin üstündə hamısını ümumiləşdirirlər. Nəticədə gətirir uşaq hüquqları adı altında özbaşınalıq. Necə ki, qadın hüquqları adı altında ailəni dağıtdılar, feminizm adı altında ailə üslubumuzu məhv elədilər. Eləcə də uşaq hüquqları adı altında ailəyə, vataniyə özbaşınalıq, müəllimə özbaşınalıq təbliğ olundu. Bunun nəticələrini fakt mən ortada görürüm. Siz bunu göstərib bundan danışırsınız, mən sizə daha dəhşətlilərini göstərərəm. Elçin Bey, bir nümunə üzərindən danışaq. Bir qədər öncə özünüz dediniz ki, müəllim qulağımızdan çəkirdi, bu tənbihdir. Bunu həqiqətənmi tənbih olaraq? Bəli, mən onu valideyn kimi qəbul edirdim, səhv eləmişəm. Başa düşürəm ki, bu səhvimin cəzası var. Biz niyə hər kəsin öz adını, təyinatını müəyyən eləmirik? Biz niyə müəllimə müəllim kimi, valideynə valideyn kimi müəllim ikinci baxmalıyıq? valideyndir, belə baxılmalıdır. Uşağın ona etibar eləyirsən, ona verir. Valideyn uşağa tərbiyə verə bilmir. Çünki bütün gün işdədir, ora-bura qaçır. Heç üzünü də görmür. Valideyn məktəbə, dövlətin məktəbinə, birbaşa dövlətə etibar edilir, müəllimə yox. Diqqət zad eləmir. Eləyə bilmir, istəsə də eləyə bilmir. Biz indi saat neçədə gedib evə çıxacaq.